İşğaldan azad edilmiş ərazilərə böyük qayıdış davam edir. Bu mərhələdə Ağdam şəhərinə 41 ailə, 156 nəfər yola salınıb. Xocavənd şəhərinə isə 57 ailə, 206 nəfər qayıdır. Onlar ölkənin müxtəlif ərazilərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bugün bizim sevincimizin həddi yoxdur. Biz öz doğma vətənimizə, elimizdə obamıza qaydırıq. Bunun üçün biz Ali Baş Komandanın öz minnətdarlığımızı bildiririk. Allah ona uzun ömür, can sağlığı versin. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə can sağlığı versin. Sevincimizin həddi yoxdur ki, indən sonraki günlərimizi gedib yaşayacağıq orada. Allah ömrümüzə günümüzü onları yazsın. Bugün biz öz ata-baba doğma yurtlarımıza qaydırıq. Mən şəhid ailələrinə, qazi ailələrinə dərin təşəkkürlərimi bildirirəm və şəhid ailələri, qazi ailələrinin qarşısında baş əyirəm. Şükürlər olsun ki, o gözəl doğma adamımızın həsrətində indi inşallah 33 ildən sonra gözəl doğma torpağımıza qovuşuruq inşallah.